Eve gəldik, uşaqlar şirin çay içirlər. Bəli, düz eşitdiniz, şirin çay içirlər. Bizim bəzən səhərimiz, günortamız, axşamımız şirin çay olur. Mən isə biraz südlü kakao düzəltdim, onu içirəm. Daha sonra isə ailəmi bir-birinə qatmışam, biraz onu izləyirəm və işin içindən necə çıxacağımı düşünürəm. Daha sonra nə isə deyib işimə davam eləyirəm. Uşaqlar da bu arada 120 dəfə çölə çıxıb içəri girirlər, gah su istəyirlər, gah çörək istəyirlər. Yay gəldi, setka qapı qoyulduqda uşaqlar bəlkə 100 dəfə bir gündə çölə çıxıb içəri girirlər. İş gördüyüm yerdə birdən ürəyim tomatlı çörək istədi. Tomatlı çörək düzəldib yeyirəm. Kim sevir tomatlı çörəyi? Biz uşaq vaxtı daha çox yeyirdik. Dedim gəlin biraz zalda oturum, dincəlim. Ancaq oturandan sonra zalın bu halını görəndə ürəyim daha da sıxıldı və qərara gəldim ki, ən yaxşısı gedim işimi görüm. İşimi görməyə davam edirəm. Bəzən özüm bilərəkdən özümə iş çıxardıram. Bütün işləri eyni vaxtda görürəm. Daha sonra isə bütün işləri eyni vaxtda gördüyüm üçün yenə özümə hisslənirəm. Az hərəkət eləmişdim, çox iş görməmişdim deyib hələ bir həyətdə biraz da uşaqlarla qaçıram. Artıq axşamdır, evə gəlmişik. Uşaqlar hələ də oynayırlar, yatmırlar. Mən isə namazımı qıldım. Gördüyünüz kimi Realın enerjisi hələ də boldur. Göylərdə gəzir, kiçik şoular göstərir. Artıq axşam oldu, axır ki uşaqlar yatdı. Mən isə kiçik bu cür bir keks etmişdim. Keks mi deyim, balaca tort mu deyim, nəysə belə bir şey, heç özüm də bilmirəm. Hələ bunu da bişirdim arada, ancaq çəkməyə vaxtım olmadı. Gecə saat 12-dir, mən isə oturub bir stəkan çayımı içib, daha sonra yenə namazımı qılıb gedirəm yatmağa. Hələlik!